Bəli, sizin üçün əziz dostlar, bir toyuq cərəyanı var. Bu toyuq təranəsinin əlbəttə ki, bir hekayəsi var. İcazə edin, onu sizin üçün burada həll edeyim. Bəli, bu toyuq bir qarı vardı. Bu qarının 5 dənə toyuğu vardı. Bu toyuqlar buna hasil yumurta yetirirdiler. Bu yumurtalarla bu zindəqanlıq edirdi. Çox fəravan keçinirdi, yaxşı dolanırdı. Bu qarı öz aləmindən, öz vəziyyətindən çox razı idi. Xudasından da razı idi. Bəli, bir günləri bu insanların içində bir nainsan adamlar da var. Bir gün onun çəpərindən açdılar. Çəpər biz hasara deyərik. Hasarından açdılar, bunun gündə bir toyuğunu uğradılar. Bunun bir gün qəndi əsildi, qənd alardı bir yumurtaya. Sabah birində uğradılar, bunun çayı əsildi. Bir gün birində uğradılar, bunun çörəyi əsildi. Biləsxərə bu qarı tab gətirmədi. İzin tutdu Xudaya, şikayət elədi. Xudadan öz bu zəhmətlərinin sayəsini əlindən alanı əlbəttə ki, nifrin elədi o adama, hər kimdir. Xuda da ki, gərək bunun toğuqlarını təzədən əlinə verək. Amma hardan vermədi. Verməyən surətdə indi biz keçək əsli mətləbə. Bu toyuqlar indi 5 dənə toyuqdur, dənləşirlər. Bunun qarnın fəravan vaxtıdır, oturub onlara pəziralıq edir, dən təkir, dənləşirlər. Mən sizin üçün bu musiqi dənləmək havası ilə çalıram. İcazə verirsiniz.
Ağlamazsan nice kimin yanımın nice kimin yanımın ağlamazsan bir tane kaldı. Nice kimin